qabağa gedəndə biz geriyə gedirik. 100 il bundan qabaq bizim Hacı Zeynalabdin Tağıyev kimi milyonerimiz var idi, varlığımız vardı, misnatımız vardı. Hansı ki şollar suyu çəkdi. İndiyə qədər biz o şollar suyundan Afrikada su qızılın qiymətən biz həmin o şollar suyundan istifadə edirik. Nə bilim nə qədər binalar tikdi, nə bilim Qızlar məktəbi tikdi və digər bizim müsənnətlərimiz var, insanlarımız. Yəni biz bu səviyyədən gəldik indi bu Şərur İsfəndiyar mı səviyyəsi? Hacı Zeynalabdin Tağıyev səviyyəsindən düşdük Şərur İsfəndiyar səviyyəsinə. Yəni biz bu qədər aşağı düşdük. Yəni cəmiyyətimiz bu qədər artıq axsayır. Yəni beyin təfəkkür baxımından ki, ellərinə onu aşağılayanlar, o vəhşi varlığı ilə fəxr edənlər, sonradan görənlərin bu öz varlığına fəxr etmələrinə dəstək verirsiniz. Yəni cəmiyyətimiz də qeyri-sağlamdır. Bu qeyri-sağlam cəmiyyətində təbii ki, həmən o çoban kimi varlıları olacaq və o varlılar da çoxalacaq və onları sonra hamımızı aşağılayacaq və bizim də ən azı bir hissəmiz deyəcək ki, kişi adamsan, halal olsun sənə. Sən doğru söylədin. Bu da bizim bir tragikomik bir durumumuzdur.